Salamlar. Bu videoda biz yazdığımız məqaləyə uyğun jurnalın tapılmasından tanış olacağıq. Bəzi Scopus'da bəzi jurnallar var ki, bunlar deməli Scopus Journal Finder vasitəsilə tapıla bilir. Hansı ki, burada deməli Elsevier Journal Finder tərəfindən belə bir veb sayt dizayn olunub. Journal Finder veb saytı. Burada bizim məqaləmizin abstraktını bura əlavə eləməklə həmin abstraktı oxuyur və ona uyğun jurnallar təyin eləyir. Əgər bizim məqaləmiz hazırsa, təbii ki, abstraktını bura əlavə edir. Əgər bizim məqalə deməli məndə indi hal-hazırda hazır olmayan bir nümunə üzərindən getmirik deyə, burada keywordlər üzərindən davam edirik. Məsələn, mənim mövzum malware detection-dir. Yazacağım ki, malware detection caps lock'u söndürək. Malware detection with machine learning. Belə bir keywordlər yaza bilərsiniz və yaxud jurnalın adını, titlını da belə yaza bilərsiniz və yaxud məqsədi, skopu qeyd edə bilərsiniz. Bunu yazdıqdan sonra deməli Find Journals düyməsinə klikləyirik. Burada biraz da yığcamlaşdıraq. Məsələn, malware detection qeyd edək. Belə bir jurnal çıxdı. Burada indi mövzunu yaxşı olar ki, ən dəqiq uyğunluğu tapmaq üçün abstraktı qeyd eləyəsiniz. Və burada bir dənə jurnal çıxır və burada indi sizdə jurnallar listəsi siyahından göstəriləcək. Bu siz istəsəz filtrlər vasitəsilə burada jurnalın impact faktorunun nə qədər olmasını biz burada tənzimləyə bilərsiniz. Və burada deməli impact faktoru 2.2-dir. Yəni bu da kifayət qədər yüksək impact faktorudur və bu jurnalda ümumiyyətlə çap eləmək heç də asan deyil. Çünki impact faktoru yüksəkdir və bu Elsevier nəşriyyatı, yəni tanınmış nəşriyyatdır. Bu nəşriyyatın jurnalları çoxlu oxucular tərəfindən oxunur və çox yüksəkdə istinad aldığı üçün burada site skoru da 6.1 hesablanıbdır. Və burada da deməli ilk qərarın submissionuna 7 gün ərzində deməli ilkin qərar verilir ki, bu ilkin qərar o deməkdir ki, sizin göndərdiyiniz bu jurnala məqalə göndərirsiniz və bu məqalənin editor tərəfindən yoxlanılır və editor deyir ki, bunu get düzəliş elə, deyir. Hələ reviewera getməmişdən əvvəldə, məsələn, ilkin olaraq belə də filtr mərhələsində süzgəcdən keçirir editor ki, bu ümumiyyətlə jurnala uyğundur yoxsa uyğun deyil. O qərarı verir. Bu 7 gün çəkir. Lakin bunu deməli göndərdiyiniz əgər deyirsə ki, editor deyirsə ki, bu uyğundur, jurnalın skopuna uyğundur və yaxud normal formatda göstərilmiş bir məqalədir, bunu deyir ki, göndərir editorlar, reviewerlara təyin olunur. Yəni 2 və yaxud 3 reviewer təyin olunur. Rəyçi təyin olunur və rəyçilərin onu yoxlaması, qərarın verməsi bu artıq ortalama olaraq 39 gün çəkir. Yəni bu az da ola bilər, çox da ola bilər. Mütləq strikt bir rəqəm deyil bu. Yəni ortalama 39 gün ərzində sizin artıq məqalənizin qəbul olunub olmaması haqqında bir qərar verilir. Və əgər sizdə orada deməli 2 dənə seçim çıxır qarşınıza, open access və yaxud subscription olması. Bu nə deməkdir? Çoxları elə düşünür ki, bura jurnalı məsələn görür, deyir ki, $2950. Deməli bu jurnal pulludur. Mən bu pulu ödəməliyəm mütləq. Xeyr, yəni bu sizin qarşınıza 2 seçim çıxır. Ya bu no publishing charge, yəni sizdən heç bir pul tələb olunmaya bilər, amma sizin məqaləniz publicly paylaşılmayacaq. Ya da istəsəz siz $2950 ödəməklə sizin məqaləniz deməli açıq şəkildə paylaşılacaq və siz deməli digər müəlliflər də sizin məqalənizin tam məqaləsini açıq şəkildə görə biləcəklər. Bu nəyə görə lazımdır? Çox müəlliflər istəyir ki, bunu open access eləsin və digər müəlliflər də bu məqaləni istifadə edə biləsin və onun istinad sayını artırmış olur. Amma bu hissədə isə bu artıq sadəcə abstraktını görürlər. Yəni burada da jurnalın özünə uyğun da səhv etmirəmsə, yəni bu qaydada da abstrakt sadəcə görünür və bu jurnalın özünün article sharing siyasəti olur və ona uyğun tənzimlənir və burada artıq siz heç bir ödəniş eləmirsiniz. Yəni ən pis halda siz
Yəni ümumiyyətlə siz burada ödəniş eləmirsiniz. Yəni bu seçimi görürsünüzsə, bilin ki, yəni burada bəzi hallarda görürsüz təkcə bu var, yəni bu hissə yoxdur. Bu o deməkdir ki, ancaq open access qəbul olunur, yəni ancaq pulludur. Amma əksər nüfuzlu jurnalların, məşhur jurnalların belə reytinqli, nüfuza malik olan jurnallarda no publishing charge olur. Yəni pulsuz da qəbul olunur. Siz burada deməli submit paper eləyə bilərsiniz və yaxud birbaşa visit journal page, yəni həmin jurnalın səhifəsinə keçid edə bilərsiniz. Biz o deməli ora keçid edirik və yaxud burada jurnalı submit də eləyə bilərik. Bu hissəyə də keçid edə bilərik. Bu avtomatik olaraq editorial managerə daxil olur. Siz buradan deməli ORCID və yaxud sizin əgər əvvəlcədən qeydiyyatdan keçmisinizsə editorial managerdən, hətta keçsəz belə bu jurnalın səhifəsində qeydiyyatınız olmalıdır. O başqa cür olur. Siz burada author login vasitəsilə daxil olursunuz. Bu isə deməli həmin jurnalın veb saytıdır. Burada tam detallı, ətraflı məlumatlar görülür. Hətta burada görün bayaq deməli acceptance üçün 178 gün göstərilir. Burada deməli submission to acceptance 39 gün. Bu yəqin ki, buradan götürəndə səhv götürüb. Bu əslində 178 gündür. Bu isə deməli online publication isə 39 gün çəkir. Review deməli reviewdan sonra qərarın submission olması bu da yəni 125 gün çəkir. Bu yəni buradakı məlumatlar səhv parse olunub belə görünür. Və burada bunun indeks deməli about hissəsində Journal Insight-a daxil oluruq. Bunun harda indeksləşməsini biz burada görə bilərik. Deməli burada Scopus-dur. Əsas bizə lazım olan budur. Yəni Scopus da indeksləşir təbii ki. Və burada deməli biz issue-lara da baxa bilərik. Məsələn, hansı bu jurnalda hansı all issue-lardan hansı məqalələr çap olunub. Həmçinin biz burada all issue-lara vurmaqla biz burada volumları görə bilərik. Məsələn, biz hal-hazırda 2025-ə baxırıq. Görürük ki, görürsüz 3, məsələn, mart ayında 2 dənə nömrə çıxıb və bu əlavə olaraq da ikinci bir əlavəsi var. Məsələn, 2024-cü ilə baxsaq görürük ki, fərqli-fərqli demək olar kvartallar üzrə fərqli-fərqli deməli volum olaraq deməli buraxılışlar çap olunubdur. Yəni siz bəzi jurnallar var ki, ildə məsələn bir dəfə ya 2 dəfə çap eləyir. O da yəni onun qəbul olunması çox uzun vaxt sərf olunur. Məsələn, yəni bu hissəyə baxırıq və deməli submit your article buradan da keçid edə bilərsiniz və yaxud burada guide for authors hissəsinə daxil olmaqla siz buradan deməli məqalənin yazılma qaydasından bütün declaration olsun, məsələn, hansı competing interest, yəni bu cür nüfuzlu jurnallarda, yəni belə məşhur jurnallarda çox çətin olur proses. Yəni ümumiyyətlə bu məqalənin göndərilməsi prosesi biraz çətin olur. Ona görə də bu hissələri tam ətraflı şəkildə oxumalısınız. Ümumiyyətlə məsələn bu yazı qaydaları çox ciddi olur. Hamısına, yəni şəkillər, qrafikal abstraktlar, qrafikal abstrakt da istəsəz bunu da əlavə edirsiniz. Məsələn, onun standartları da hansı formada olmalıdır. Deməli, abstraktın yazılması qaydası necə yazılmalıdır, keyword necə yazılmalıdır, data statement, əgər data istifadə eləmişsinizsə, onun statementi verilməlidir və s. Yəni, hər cür detalları bu Elsevier nəşriyyatında olan jurnallar çox ciddi şəkildə riayət edirlər. Əgər siz, məsələn, ChatGPT və s. istifadə eləmişsinizsə, bunu deyir ki, siz məqalənizdə qeyd eləməlisiniz ki, mən bu məqalənin yazılması zamanı və hansı nə cür yazılması, məsələn, literatur yazılması, ideyaların generate olunması və s. məsələ kömək üçün deməli ChatGPT-dən məsələn hansı AI toollarından istifadə eləmişəm, onları qeyd edə bilərsiniz. Funding varsa bunu qeyd edirsiniz və bunun yazılması qaydaları və s. Və burada Open Access məsələsinə də aydınlıq gətirir. Burada Open Access üçün ayrıca Open Access Information page var. Bura daxil olanda siz burada deməli Open Access-in subscription arasında fərqi burada qeyd olunur. Və burada deməli digər detalları da siz burada baxa bilərsiniz. 2950 deməli application article publishing charge mövcuddur. Bu yenə də deyirəm, bu sizə əgər
pullu şəkildə open access formata çap eləmirsinizsə, bu sizdən tələb olunmur. Bu sizdə deməli subscription sizdə bu adi halda sizdən heç bir ödəniş tələb olunmur. Bu bundan bağlı bu qədər. Yəni siz editorial menecerə daxil olursunuz, orada bütün məlumatları orada daxil edirsiniz. Editorial menecerlə bağlı əgər siz orada çap eləmək istəyirsinizsə, orada çoxlu problemləriniz çıxacaq. Çünki LaTeX-dən faylını ola bilsin ki, təkcə LaTeX-i qəbul eləyirlər, yəni Word qəbul eləmirlər. Orada çoxlu problemlərlə üzləşə bilərsiniz. Onunla bağlı da əlavə bir video çəkəcəm, əgər istək olsa. Bu deməli bizim qarşımıza çıxan yəni bir variant, yəni bizim əgər məqaləmiz qeyd elədiyimiz kimi, əgər məqaləmiz çox yüksək keyfiyyətli yazılmış bir məqalədirsə, onu ora təqdim edə bilərik. Scopus Journal Finder vasitəsilə biz oradan jurnal tapıb ora göndərə bilərik. İkinci variant odur ki, yəni Scopus və yaxud Web of Science da ola bilər. İkinci variant odur ki, mənim qeyd elədiyim deməli A-library.ru saytına daxil olmaq, yəni bunu .ru da yaza bilərsiniz. Əgər səhv yazmısınızsa, deməli bu Google-da açılır bu və buna library.ru saytına daxil oluruq. Bu saytda ola bilsin ki, telefondan daxil olarkən bu nəsə problemlər ola bilər. Bunu yəni kompüterdə brauzerlə daxil olmaq lazımdır. Və bu interfeysə baxanda biz burada deməli ingilis dili səhv vermirəmsə, burada ingilis dilinə çevrilmə yoxdur. Hamısı ancaq rus dilindədir, saytın ümumiyyətlə dizaynı. Amma biz bunu istəsək, deməli, burada sağ düyməni basırsınız və Translate to English seçirsiniz. Bütün yazılar, haradakı yazılar var, bunların hamısını belə deyək, kurslar üsullarla ingilis dilinə çevirmiş oluruq. Google Translate ilə tərcümə olunur. Yəni bu saytın özünün tərcümələri deyil. Bəzən uyğunsuzluq ola bilər, düzgün tərcümə eləməyə bilər, amma ilkin olaraq da təsəvvür oyanır. Məsələn, burada magazines əslində indi bu əslində məqalələrdir, daha doğrusu jurnallardır, jurnal adıdır. Düzgün tərcümə eləməyibdir. Yəni biz jurnal ümumiyyətlə maqazinin adı getmir deyə bu yəni səhv tərcümə olunub. Yəni biz əsas bu jurnallar lazımdır. Daxil oluruq jurnallara. Və burada da yenə hər dəfə klikledikcə bu dili qayıdır ingilis dilinə. Bunun solutionunu bilmirəm necədir. Əgər kimsə bilirsə deyə bilər. Burada təzədən deməli ingilis dilinə çeviririk. Və burada müxtəlif kriteriyalar var. Bunları deməli seçməyək hələ ki. Burada deməli subject hissəsinə sizə təxminən əgər ilk dəfə daxil olursa, burada heç bir yazı görsənmir. Bu formada bomboş bir punktlar olur. Və siz burada ilk olaraq seçə biləcəyiniz hissələr subject-dir. Yəni sizin məqaləniz nəyə aiddir? Kimisində məsələn astronomiya aiddir, kimisi biologiyaya aiddir, məsələn geologiya aiddir, coğrafiyaya aiddir. Məsələn, məndə indi mənim mövzum computer science ilə bağlı olduğu üçün burada computer science seçimini seçirəm və bunun yanında da nə qədər məqalə olduğu qeyd olunur ki, burada məsələn 409 dənə computer science ilə əlaqəli 409 dənə jurnallar var. Computer science ilə bağlı biraz aşağı gedib, məsələn, ola bilsin ki, digər kateqoriyada, ona uyğun kateqoriyada olsun və onu da axtara. Məsələn, computer science-ın bir informasiya texnologiyaları adlı bir başqa bir seçim də ola bilər. Bunu da axtara bilərsiniz aşağıya doğru getməklə. Mən seçirəm computer science və növbəti seçimlər bunun indeksləşməsidir. Bunun deməli Web of Science-də indeksləşməsi və yaxud Scopus-da indeksləşməsi, həmçinin burada 3 əsas deməli indekslidir. Biri RSCI-dir, Russian Science Citation Index-dir. Hansı ki, əgər burada indeksləşirsə, Scopus Web of-da olmasa belə, Ali Attestasiya Komissiyası bunu indeksli olaraq qəbul eləyir. Yəni indeks olaraq tanıyır. Ona görə də biz, əgər bizim söhbət ondan gedir ki, bizim məqaləmiz yüksək keyfiyyətli deyil. Yəni ona görə də Web of Science-ı biz burada not indexed eləyirik. Hətta Web of Science seçimində burada Q1, Q2, Q3, Q4 seçimləri də var. İstəsək o seçimləri də eləyə bilərik. Biz amma not indexed eləyirik. Buradan və yaxud deməli buradan da buradan seçim elədik not indexed. Scopus-da da həmçinin burada not index eləyirik. Həm nə Scopus-da, nə də Web of Science-da indeksləşməsini deyirik.
Belə jurnallar tapılanda artıq o jurnallara qəbul olma şansınız daha yüksək olmuş olur. Çünki bunlar biraz nisbətən aşağı səviyyəli jurnallar çıxacaq, amma bizə lazımdır ki, Atestasiya Komissiyasının tələblərini ödəyək, əgər sizdə belədirsə tələb. Və burada deməli included in RSCI database. Bunu seçirik ki, heç olmasa yəni bu RSCI bazasında indeksləşsin ki, bizim əsas olsun ki, yəni əsas indeksləşmə tələbidir. Bunu seçirik və search edirik. Ə, Search eləyəndən sonra deməli 13 dənə jurnal çıxmış olur. Yenə bunu tərcümə edirik ingiliscədən. Və burada 13 dənə həmin jurnalın məlumatları çıxır. Məsələn, burada bunlar jurnalların adlarıdır. Bu tünd göy rəngdə olanlar. Aşağıda isə onun nəşriyatıdır. Yəni hansı nəşriyyat tərəfindən çap olunur. Nəşriyyatın da ümumiyyətlə çox böyük önəmi var. Məsələn, Elsevier nəşriyyatı bilirik ki, məşhur nəşriyyatdır, tanınmış nəşriyyatdır, amma bəziləri ümumiyyətlə o qədər də tanınmır. Bu daha çox elə bir ki, burada Rusiyanın jurnalları üstünlüyü təşkil edir. Ümumiyyətlə bu səhvimizə rusların hazırladığı bir sistemdir. Və burada biz təkcə Rusiya yox, məsələn digər ölkələrin deməli nəşriyyatları da burada yer alır. Və biz burada adlara fikir verməliyik. Yəni bizim mövzunun adının məsələn Scientific and Technical Libraries bu biraz ümumi gedir. Məsələn Applied Computer Science çox yüksək şəkildə uyğun gəlir. Yəni computer science-la əlaqəlidir. Məsələn Russian Technology Journal burada verə bilərik və yaxud Computer Science and Education bu da yaxşıdır. Burada isə bunun issue'ları göstərilir. Yəni neçə nömrə çap olunub bunlarda, neçə nəşriyyat olub və citation index neçə istinadlar olub, bunlar göstərilir. Burada da səhv eləmirəmsə, burada istinada görə düzülüb və burada orderi də burada qeyd olunub. Sorting nəyə görə nizamlansın? Məsələn, citation istinadların sayına görə nizamlansın demişik, azalma sırasına. Bu da ən yüksək istinad burada olubdur. Ona görə ki, bunun issue'ları da çoxdur əslində, ona görə olub. Amma siz buna baxıb qərar verməyə bilərsiniz. Ola bilsin ki, bunun çoxlu nəşrlər olub, amma bunun istinadı da, məsələn, onu böləndə ortalama bir reytinq çıxarılmalısınız, ona uyğun hərəkət etməlisiniz. Yəni fərqi yoxdur. Buradan hər hansı birini seçib o jurnalda məqalə çap edə bilərsiniz. Bəzən jurnalın içərisinə daxil olduqda biz görürük ki, buradakılar əslində high level yazılır. Bəzən ola bilər ki, jurnalın indeksləşməsi dayandırıla bilər və məsələn burada Web of Science deyirik, indeksləşsin deyirik, jurnal çıxır, jurnalı göndəririk, saytına daxil oluruq, görürük ki, orada update olunub ki, Web of Science-da artıq indeksləşmir. Ona görə də tam detallı bu məlumatları da dəqiqləşdirmək lazımdır. Nadir hallarda olur belə proses. Və Computer Science and Education jurnalını biz seçim edirik, bura daxil oluruq və istəsəz siz özünüz burada deməli istəsəz bunun 13 dənə jurnal çıxıbsa, bunun hamısını bir-bir ayrıca bir səhifələrdə açıb bunları göz gəzdirirsiniz. Ona görə də mən bunu deməli Open Linkin New Tab deyirəm, yeni səhifədə açıram. Və bu hələ ki e-library-nun özündə həmin belə bir səhifə, interfeys açılmış olur. Bu interfeysdə jurnal haqqında ümumi məlumatlar gətirilir. Bunun harda indeksləşir? Məsələn, burada Rinc yes-dir, yəni Rinc də indeksləşir, yəni RSCI-da indeksləşir, Scopus-da no, Web of Science-da no olmalıdır. Hardadır Web of Science? Web of Science-da no. Okay, və bizə lazımdır bu səhifədən web saytına keçid eləmək. Bura klikləyirik. Kliklədikdən sonra bu artıq jurnalın öz interfeysidir. Buradakı 13 dənə jurnalın hər birinin interfeysi bir-birindən çox fərqlidir. Çünki bunların nəşriyyatları baxsaq, hamısı da bir-birindən fərqlidir. Və bu jurnalın özünə məxsus dizayn olan dizaynıdır. Və burada axtarırıq ingilis dili seçimini eləyirik. Saytın ümumiyyətlə hamısının ingilisində axtarışları bu cür eləyəcəyik. Və bu sayta daxil olduqda birinci axtaracağınız sizə
bu jurnalın pullu yoxsa pulsuz olmasıdır. Əksəriyyəti pulsuz olur, yəni amma bunu yenə də dəqiqləşdirmək lazımdır. Bunun üçün biz Publishing Ethics, publish ilə bağlı bir başlıq olur. Bu başlıqlar burada da ola bilərdi. Yəni siz əksər jurnallarda yuxarı hissədə yerləşir bu bölmə. Burada məsələn bu sağ tərəfdə yerləşir. Publishing Ethics-ə daxil oluruq. Və burada biz axtarış edirik ki, bu jurnal ümumiyyətlə pulludur yoxsa pulsuzdur. Bunun üçün biz buradakı məlumatlara göz gəzdiririk ki, məsələn, bax burada yazılıb author fees. Publication in bu jurnalda deməli nəşr eləmək, deməli bütün müəlliflər üçün pulsuzdur. Nə sizdən article processing charge alınır, nə də article submission charge alınır. Yəni heç bir ödəniş sizdən tələb olunmur. Pulsuz jurnaldır. Və burada bizim digər hissələrdə biz təbii ki, oxuya bilərsiniz istəsəz. Yəni bu məqalənin article guidelines hissəsinə keçid edəndə məqalənin yazılması üçün olan tələblərdir. Yəni hansı formatda yazılmalıdır, ölçüsü, şrifti nə qədər olmalıdır, necə olmalıdır, abstrakt necə olmalıdır, keywordlər və s. referenslər. Bunları hamısına ciddi şəkildə riayət etmək lazımdır. Linklər məsələn burada qeyd olunubsa, burada keçid edib, burada bu məlumatlarla tanış olmaq faydalı olardı. Və ümumiyyətlə biz şablonu götürən zaman author guidelines hissəsində burada axtarırıq, template axtarırıq. Burada görürsünüz ki, download manuscript template olur və bunu yükləməklə biz bu template-ə uyğun gedirik. Əslində bu Word-də açılmalı idi, amma bunun Word variantı. Bunu yəqin ki, Word-ə çevirib onun üzərində işləməlisiniz. Onu nəzərdə tutublar. Yaxşı olar ki, Word formatında burada paylaşılardı. Məsələn, o template-ə uyğun siz hazırlayırsınız, bütün tələblərə riayət edirsiniz. Elektronik olaraq birinci deyir, burada qeydiyyatdan keçməlisiniz, sonra submit eləməlisiniz. Deməli, jurnalın formal tələbləri var burada. Siz bura login elədikcə, qeydiyyatdan keçib login eləyəndən sonra artıq o deməli tələbləri, jurnal haqqında bütün tələbləri öyrənmiş olursunuz və məqalənin elektron variantını göndərirsiniz. Bu qədər.